Hazırlayacağınız sərbəst işinin mövzusu təsərrüfat cəmiyyətləri, biznesin təşkilatı, hüquqi forması kimi. Bunu atacağım adını sizə. İndi izah edirəm qısaca təkrar, çünki orada zon bitdi, mən sizə izah edə bilmədim onu. Təsərrüfat cəmiyyətləri bir və ya bir neçə fiziki yaxud da hüquqi şəxs tərəfindən mənfəət, yəni gəlir əldə etmək məqsədi ilə təsis edilən nizamnamə kapitalı, iştirakçıların paylarını, yəni bölgülərini bölünən kommersiyanın hüquqi şəxsləridir. Sonra burada məhdud məsuliyyətli cəmiyyəti saydıq sizinlə, səhmdar cəmiyyətləri saydıq, bir də əlavə məsuliyyətli cəmiyyətlər saydıq. İndi bunlardan qısaca yenə danışıram. Məhdud məsuliyyətli cəmiyyətin xüsusiyyəti bir və ya bir neçə şəxs tərəfindən təsis edilir. Nizamnamə kapitalı müəyyən paylarla bölünür. Məsuliyyəti ən böyük üstünlüyü iştirakçılara məhdud məsuliyyətli daşınmasıdır. Təsisçilər şirkətin borclarına görə şəxsi əmlakları ilə cavabdeh deyil. Risk yalnız nizamnamə kapitalının qoyduğu payların həcmidir. Sonra daha çox məşhurluğu isə Azərbaycanda kiçik, orta və iri miqyaslı yerli bizneslərin öz şeyləri var, məlumatları var ki, məhz MMC formasında qeydiyyatdan keçirlər. Səhmdar cəmiyyətlər nizamnamə kapitalı müəyyən sayda bərabər dəyərli, qiymətli kağızlarla bölünən cəmiyyətlərdir. İki forması var: açıq səhmdar cəmiyyətlər və qapalı səhmdar cəmiyyətlər. Açıq səhmdar cəmiyyətlər səhmləri azad şəkildə kütləvi bazarda yerləşdirə və sata bilərlər. Təsisçilərin razılığı olmadan səhmlər üçüncü şəxsə ötürülə bilər. İri holdinqlər və banklar adətən bu formanı seçir. Qapalı səhmdar cəmiyyətlər isə səhmləri yalnız təsisçilər və qabaqcadan müəyyən edilmiş şəxslər arasında bölüşdürülür, açıq satışa çıxarıla bilməz. Əlavə məsuliyyətli cəmiyyətlər isə nadir hallarda istifadə olunan formadır. Nizamnamə kapitalı paylara bölünür. Məsuliyyəti təsisçilər cəmiyyətinin öhdəliklərinə görə qoyduqları payların dəyəri ilə yanaşı, həm də nizamnamədə müəyyən olunmuş ölçüdə, məsələn, payın 2 və ya 3 qatı mislində öz şəxsi əmlakları ilə əlavə məsuliyyət daşıyırlar, əlavə məsuliyyətli cəmiyyətlər. Biznes üçün əsas üstünlükləri hüquqi müstəqillikdir. Şirkət özü ayrıca bir hüquqi şəxs sayılır, öz adına müqavilələr bağlayır və məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edirlər. İntensivial cəlb ediciliyi, yeni ortaqları cəlb etmək, pay satmaq və yaxud da ki, səhm buraxmaq yolu ilə biznesi kənardan kapitala cəlb etmək asan olur. Fəaliyyətinin davamlılığı təsisçilərdən birinin şirkətdən çıxması və ya paylarının satılması biznes fəaliyyətini dayandırmır. Cəmiyyətin fəallığını artırır sadəcə. Deməli, üstünlüklər bunlar idi. Sırf sizdən danışdıq. Təşkilati cəmiyyət biznesinin təşkilatı və hüquqi forması kimi. İndi mən sizə təsərrüfat cəmiyyətlərinin üçünü də izah elədim. Əlavə məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətlər və məhdud məsuliyyətli cəmiyyətlər. İndi siz bunların təşkilati hüquqi forması kimi bir sərbəst iş hazırlayacaqsınız. Sərbəst iş dediyim kimi maksimum 5 səhifə, minimum 15 səhifə olmalıdır. Yəni indi baxın da nə qədər istəyirsiniz özünün səhifəsini eləyin, amma ən az 5-dən az olmasın da, yəni. O slaydın üzərindən danışacaqsınız. O slaydı da ona uyğun qurun. Məsələn, tutaq ki, danışdınız, hər hansısa bir hissəsi cədvəl şəklindədirsə, siz onu cədvəl şəklində təqdim etsəz slayda daha yaxşı olar ki, məsələn, mən sizə atmışdım biznes və sahibkar fərqi. O cədvəl şəklində idi. Siz də hər hansısa bir şey arasındakı fərqi göstərmək istəsəz və yaxud da ki, izah eləmək istəsəz ki, bu forması bu cürdür, bu forması bu cürdür, onu artıq cədvəl şəklində slayda təqdim etsəz, sərbəst işdə sizə müsbət kimi götürəcəm. Və daha da məhsuldarlığı artırmaq üçün belə deyim, sərbəst işdə cədvəllərdən, dediyim kimi qrafiklardan, diaqramlardan, statistikalardan, əlavə yəni şeylərdən istifadə eləsəz, sizin üçün bir o qədər üstünlük gələr. Yəni sırf şəkillərdən ibarət yanında da sözlər deyə sərbəst işlər olmasa daha yaxşı olar və danışacaqlarınızı da ona uyğunlaşdırın ki,
bir səhifədə məsələn mənə göstərirsiniz təsərrüfat cəmiyyətlərindən səhmdar cəmiyyəti isə siz o slayd açılanda səhmdar cəmiyyətlərdən mənə danışıb məlumat verəcəksiniz. Hüquqlarıdırmı, məsələn nədir? Sırf mövzuda nə istənilirsə onu qoyacaqsınız slayda, onu izah eləyəcəksiniz. Və yaxud orada məsələn mən sizə dediyimi bayaq səhv eləmirəmsə transformasiya idi. İqtisadi transformasiya. İqtisadi transformasiyanın 3 növü var idi. Rəqəmsal transformasiya, yaşıl iqtisadiyyata keçid, bir də struktur transformasiyası. Onların da öz mahiyyətləri, fəaliyyətləri, məqsədləri var idi. Mən onları sizin üçün sadaladım. Yəni hər belə deyək də, hər qanunundan, məsələn, hər cümləsindən bir çətin söz çıxır. Onu da izah elədikcə onun da içərisindən hər hansı bir məna çıxır və yaxud deyirəm, mahiyyəti çıxır, fəaliyyəti çıxır, məqsədi çıxır. Öz bölgüləri var da, onu da izah edə bilərsiniz. Hər hansısa bir izah edirsiniz, məsələn, burada yazılan mövzunun sərbəst işini izah edirsiniz. Hər hansısa bir çətin söz də içərisində əlavə slaydda izah eləsəz, o da sizin üçün üstünlük kimi götürüləcək. Məncə sizə bu aydın oldu. Bu dərsdə keçdiyim özət aydın oldu. Hər hansı bir sualınız var Zəhra xanım?